Ben bugün rəsmlərim haqqında biraz danışmaq istəyirəm. Düzdür, rəsmlərin artıq şəkillərini paylaşmışdım, amma istədim mən onlar haqqında da biraz danışım. Deməli, ilk rəsmdən başlamaq istəyirəm. Bu yer gəlmişkən Ruhun Nəğməsi adlı seriyanın şəkillərindən, əsərlərindən söhbət gedir. Birinci rəsm. Ümumiyyətlə, burada bilmirəm fikir vermisiniz yoxsa yox, 7 ədəd rəsm əsəri var. Bunlar həm mənim keçdiyim 7 mərhələni bildirir, həm də ümumiyyətlə insan çakralarını bilirsiniz ki, 7 çakradan ibarətdir, 7 əsas çakradan onları göstərir. Ümumiyyətlə, rəsmlərin həm 7 ədəd olması, həm də rəngləri, çakraları ifadə edir və mənim keçdiyim 7 mərhələni göstərir. İlk rəsmimiz qırmızı rəngdədir. Muladhara çakranı göstərir və insanın artıq doğulandan köklərinə bağlı olduğunu, insanın günəş deyil, bir növ sanki portal kimidir. Yəni ki, yeni bir həyatın başlanğıcıdır. Ona görə adı da başlanğıcdır. Əslində mən bu rəsm əsərini çəkməyə başlayanda tamam başqa bir ideyam var idi. Lakin elə alındı ki, bu rəsm ortaya çıxdı və o qədər maraqlı oldu ki, əlimdən, yəni dəfələrlə dəyişməyə çalışsam da alınmadı ki, əlimdən fırça düşdü. Anda yaşamalıdır, orta nöqtədə. Yəni ki, keçmiş və gələcək yoxdur, ancaq anı yaşamaq lazımdır. Və sonsuzluq işarəsi mənim üçün çox başqa böyük bir mənası da var. Onu bildirir ki, mənim özümdə rəsm istedadımın olduğunu 2024-cü ildə aşkar etmişəm. Bu da 2024 toplamda 8 edir. 8 isə çevirib sonsuzluq işarəsi kimi göstərmişəm burada. Ona görə 4 ədəd burada sonsuzluq işarəsi var. Rəsmlərindən ümumiyyətlə mən bəzilərini yuxumda görmüşəm və bu da onlardan biridir. Deməli, onlar mənim seçim etməyimdə çox böyük rol oynayıblar. Deməli, necə olubdu? Mən yuxumda görmüşdüm ki, 2 eynən belə rəngdə dəniz var və mən onlardan birini seçməliyəm. Mən açıq rəngdə olan dənizi seçirəm və açıq rəngdə olan dənizi seçdikdən sonra mənə bir fırça verilir. Eynən yuxumda mən dayanmışdım belə bir səhrada və buludlardan dream sözü, yəni Azərbaycan dilində xəyal et və buludlardan belə ürəklər və smile işarəsi var idi. Yəni eynən o mənim üçün o mənası odur ki, artıq azadlığa çıxmışam, artıq var idi ki, 7 rəsm əsəri yaradım, sırf mənim öz yolumu əks etdirən və mən artıq başlayanda bu prosesə, başladıqca hamısı ardıcıl gəldi. Yəni buradan onu demək istəyirəm ki, əgər hansısa bir arzunuz varsa, əgər hansısa bir işi etmək istəyirsinizsə, gözləməyin ki, bütün ideya formalaşsın sonra. Siz başlayın, ardı gələcək. Eynən mənim əsərlərimdə olduğu kimi. Yəni bir nümunə deyil bu, çox nümunələr çəkə bilərəm, amma indi birini bölüşmək istədim sizinlə. Ona görə arzularınızın ardınca gedin, arzularınızı mütləq gerçəkləşdirmək üçün kiçik də olsa bir addım atın. Sevgiyle kalın.